həyatın iradəmizdən asılı olmayaraq bizə təklif etdiyi tali qarşısında çox vaxt acizik. Heç birimiz istədiyimiz qədər xoşbəxt deyilik, zənn etdiyimiz qədər də bədbəxt. Həyat daimi hərəkətdir. Yıxılsaq, büdrəsək, səhv etsək belə dayanmırıq. Yaşamağa davam edirik. Bəzən iti tikanlarla səpilmiş həyat yolu ilə addımlayıb, tali adlanan epopeyanın çətinliklər bataqlığında boğularkən belə, həmin bataqlıqdan belə ümid tapıb, ulduzlara baxıb, həzz almaqdan, sevinməkdən doymayan insanlar var. Bu tikanlar arasında gözəl həyat yaşayıb, neçə-neçə zəfərlərə imza atan, bu zəfərləri ilə ürəyimizi səadətə bələyən insanlar. Bəzən yorğun ümidləri ilə olsa belə. Bu yorğun ümidlərə qəlbinin bir küncündə keşik çəkməkdən yorulmayan, doymayan insanlar var. Ruhdan düşməyə dəyməz. Çünki insan çalışırsa, həqiqətən sonunda müvəffəq olur. İnsanların həyatında hər zamanki olur müəyyən çalışmazlıqları, məhdudiyyətlər, əskikliklər. Yəni, onları gərək düzgün şəkildə qəbul edəsən və mübarizə yolunu axtarasan. Çıxış yolu yoxdursa da, demək ki, başqa bir yol var, artıq yol axtarmalısan. Hər bir çətinlikdən sonra bir asanlıq var. Ona görə də düşünmürəm ki, heç vaxt nəyinsə sonunda hər zaman bilirəm ki, çıxış yolu var və o da hər zaman insana pozitivlik və nikbinlik verir. Böyük bir faciə yaşadıktan sonra həyata qarşı minnətdarlıq hissi saxlamaq mümkündür. Onu mən faciə olaraq qəbul etmirəm, yəni. Qulaq asın, biz almaları yığmağa başlayanda sən də oxumağa başla. Ancaq yaxşı oxu, ha. Artist kimi professor mahnını çox sevir. Uşaq vaxtı ağaclarda dırmaşmağı çox sevirdim. Bütün ağaclarda olmuşam, yəni uşaqlım ağacların üstündə böyüyüb. Almanı dərdin daha da qalma, almanı dərdin daha da qalma. Bizi axşam evə zorla yığırdılar ümumiyyətlə. Yəni biz rayon yerinə böyümüşük. Bizi tam kənd həyatı da deyildi, amma hardasa böyük həyatımız falan. Sənin bu hərəkətlərini atana deyəcəyəm. Almaları borc yığmışıq, qəbiz də verə bilərik. Biz almaları öz yerinə qoya bilərik. Yerinə qoymaq yox, asmaq, yerinə asmaq lazımdır. Biz təşəbbüs göstərmək istəyirdik. 13-14 yaşımda mən yıxılmışam, qəza keçirdim. Və ondan sonra yəni düşünmədim ki, nələrsə artıq mən edə bilməyəcəyəm. Yəni necə ki, eyni arzularım var idi, universitet bitirmək, işləmək və deyə. Yəni hər birini yenə düşündüm ki, bunlar yenə də olacaq. Sadəcə müəyyən çətinliklər və müəyyən adaptasiya bir dövr var. O dövrü keçdikdən sonra, ailənin də dəstəyi olduqdan sonra inşallah yəni mümkündür hər şeyi ötüb keçməsi. Yəni ona fəlakət olaraq baxmıram mən. Uşaqlıqdan idmana çox həvəskar olmuşam. Yəni 12-13 yaşlarımdan həyatda artıq cürbəcür idman özüm üçün turnik və s. düzəltmişdim. Yəni idmana çox bağlıydım. Amma sırf professional idmana gəlişim, yəni qılınc oynatma növü ilə məşğul olmağım Kamal Məmmədovun təşəbbüsü ilə oldu və Paralimpiya idman növünə yazıldım. Və o gündən artıq idmanla məşğul oluram. Belə deyildi, o artıq özü mənim üçün bir stimuldur, yəni idmanla, yəni professional məşğul olmağım.
Niyə məhz qılınc oynatma idman növünü seçdin? Qılınc oynatma çox estetik bir idman növüdür. Yəni kənardan baxıldıqda görülür, yəni onun estetikliyi, bir növ cəngavərliyi çox dəyərli bir idman növüdür. Yəni qədimi tarixi var. Yəni ilk növbədə ona mən sadəcə başladım tanış olmaq üçün. Yəni ilk məşqlərdən artıq gördüm ki, bu tam mənli idman növüdür və artıq o idmandan belə deyək də ayrılmağı düşünmədim yəni. Nikbinliyə kökləyən bir çox şeylər ola bilər həyatda. İnsanın içindəki iradədir ki, o artıq ola bilər uşaqlıqdan formalaşmış bir iradədir. Hər bir şeydən zövq almağı insan bacarmalıdır. Çox istəyirəm ki, idmanla bağlı hər hansı bir yüksək nailiyyət əldə etmək. Bunu çox arzulayıram ki, Azərbaycan bayrağını yüksəltmək idman arenasında. Bunu çox arzulayıram inşallah. Qılınc oynatma sənin fəlsəfi baxışlarını dəyişdi. Yəni dəyişdirir sözsüz ki, insanda müəyyən andan gəlmə xarakterlər ki var. Onlara yəni iradə olsun, istər əzm, sona qədər mübarizə aparmaq əzm, bunları daha da formalaşdırır. Qılınc oynatma sözünün mənası mübarizə aparmaq deməkdir. Demək olarmı ki, məhz bu idman növünü seçməyin elə sənin xarakterindəki, xasiyyətindəki mübarizəyə dəlalət edir? Həyatına müəyyən dəyişiklik də etdi, yəni bu idman. Amma ümumiyyətlə bəli, xarakterində bağlı ola bilir, yəni ki, bu iradə, cəsarət, mübarizə aparmaq, son saniyə və qədər mübarizə aparırsan, yəni o ola bilər xarakterlə bağlıdır, bəli. Azadə, filmin olduqca nikbin ruhda, kədərdən uzaq alınmasını istədin. Elə isə sənin həyatının ən sevincli fraqmenti? Ümumiyyətlə, sevincli fraqment bir neçə deyil, çox olur ümumiyyətlə həyatında insanın. Əsas odur ki, insan hər cüzü bir şeyi pozitiv şəkildə, gözəl şəkildə qarşılaya bacarsın, yəni düzgün yanaşmağı bacarsın. O zaman əslində belə fraqmentlər çoxdur. İşə düzələrkən həmçinin mən üçün çox sevindirici idi sözsüz ki, çünki fiziki məhdudiyyəti şəxs üçün müəyyən məhdudiyyətlər var, bariyerlər var. Onları aşıb işə düzəlmək sözsüz ki, müəyyən çətinliklər var idi. Ona görə bu çox sevindiricidir mənim üçün. Və digər bir çox uğurlarım olub, idmanla bağlı, idmana gəlməyim. Belə deyək, ümumiyyətlə, uşaqlıqdan idmanla məşğul olmuşam, amma sırf artıq profesional şəkildə idmanla məşğul olmağım bu özü mənim üçün çox sevindirici bir hal idi. Yəni, hər məşq prosesində də mən o sevinci hiss edirəm. Çünki insan işindən, istər məşqdən zövq almadığı təqdirdə onu sevə-sevə edə bilməyəcək, söz ki, zövq almalıdır. Və digər bir çox şeylər var ki, sevindirici fraqmentlərdir.
fiziki məhdudiyyəti şəxslərlə bağlı bariyerlərin yaranmasında hərdən görürsən ki, o bariyerlərin aşılmasına cəmiyyətində bir növ rol olur. Yəni. Çünki düşünürəm ki, dəstək öncə ailədən gəlirsə, sonra artıq ətrafındakı insanlardan və cəmiyyətdən gəlir. Yəni, hər zaman düzdür, o dəstəyi görməmək insanın ruhdan düşməsinə əsas olmamalıdır, amma ən azından cəmiyyətin də rolu çox böyükdür burada ki, düzgün baxış tərzi gərək formalaşsın. Düzgün baxış tərzinin formalaşmasında bizim də öz rolumuz var. Biz özümüzü necə düzgün təqdim edə bacarırıqmı? Yəni, bizə aciz kimi baxılır, yoxsa bizə ki, daha iradəli şəxs kimi baxılır? Bu çox önəmlidir, amma hər halda müəyyən məsuliyyət onlar da üzərinə düşür ki, onlar düzgün qarşılasınlar və düşünməsinlər ki, onun yardıma ehtiyacı var və o acizdir. Sizin adınıza etibarnamə göndərə bilər. Notarius təsdiqlə və etibarnamə əsasında siz müraciət edib təkrar sənədnamə alır. Çox şey öyrənmək olur insan səsindən. İnsan ehtiyacı var, zəng edib sual verirsə, artıq ona yardım etmək özü, yəni sırf rəsmi olaraq deyil, yəni. Faktiki olaraq yardımcı olmaq deməkdir mənim işim. Hobi dünyam biraz rəngarəngli deyərdim, bir çox şeylərlə məşğul oluram. Milli musiqilərimizdə keçmiş musiqilərimizi sevirəm, hərdən özümüzü eləyirəm yəni. Hər çağı göy meşədən dərdikdən yağ çiçək, bəyaz-bəyaz baraklara dərdikdən yağ çiçək, birdən-birə Səni ümidsizliyə aparan hadisə əslində səadətə də apardı. Çünki sənin ən böyük uğurun, belə desək, həyat ideyan insanlara ümid verməkdir. Bu mənada sən özün həyatın bir möcüzəsi olaraq həyatdan hansı möcüzəni gözləyirsən? Düşünürəm ki, hər anımız, hər günümüz möcüzəni yaşayırıq, sadəcə onu görüb hiss etməyə lazımdır. Yəni sağlam insan hərdən müəyyən çətinliklərə görə sınır tutam ki, geri çəkilirsə, mən əgər əl arabasında bütün bariyerləri aşaraq işə gedirəm, məşqə gedirəmsə və buna rağmen necə istəyirəmsə yaşamağı bacarıramsa inşallah, yəni bu özü möcüzə deməkdir. Yəni Allah insanı onu asanlaşdırır. İnsan üçün ən böyük zəfər yıxıldıqdan sonra dirçəlməkdir. Həyat yolunu bu qədər inamla davam etdin, acizlikdən uzaq oldun. Yəqin ki, yaxınlarının, xeyirxah insanların sənə köməyi, dəstəyi oldu. İlk növbədə ailənin dəstəyi çox önəmlidir. Yəni, insan yaxın, əziz insanları dəstək olduqda onlar sənə güvənir. Hətta səndən daha çox güvənir ki, sən bunu bacaracaqsan. Yəni, onlar adi sıradan bir şey kimi baxırlar və o zaman yəni, daha asan olur və çünki bilirsən ki, sənə güvənənlər var, sənə dəstək olanlar var. Bu çox önəmli bir şeydir. Həqiqətən, hər zaman ailəm dəstək olub mənə, yəni yanımda olub. İnsanlarda ən çox mühakimə etdiyin, bəyənmədiyin xüsusiyyətlər hansıdır? Kimsə mükəmməl deyil, yəni iç özüm qarışıq. Hər zaman görürsən ki, insanlarda elə müəyyən nöqsanlar, hər hansı bir əskik fikirlər olur. Bunları normal qarşılayıram. Sadəcə düşünürəm ki, insanlar özlərinə çalışmalıdır, yəni mümkün qədər doğru düşünməyə bacarmalıdır. Həyat məğlubiyyət və qələbədən ibarətdir. Məğlubiyyət olan yerdə zəfər var, zəfər olan yerdə mütləq məğlubiyyət olmalıdır. Bu bizim hər birimizin həyatına aiddir. Maraqlıdır, sənin bu qədər nikbin olmana təkan verən nədir? Hər zaman yaşadığım anı bir də gələcəyə ümidlə baxıram.
Hətta kimsə soruşduqda ki, nə baş verib, nə üçün əl arabasında oturursan, yəni bir anlıq xatırlayıram ki, o zaman mən xatırlayıram ki, keçmişdə nəsə baş vermişdi. Çünki onlar çoxdan yəni udulub gedib artıq, yəni düşünürəm ki, mən sıradan bir həyatda yaşayıram. Yəni özümü fərqləndirmirəm ki, ay mən çox tam ki, bariyerləri aşmışam, çətinlikləri keçmişəm. Yəni onları ötüb keçib artıq. Göyün bütün işığı, nuru onun gözlərinə, onun qəlbinə toplanıb sanki. Nurlu gözlərinin ifadəsi bir qədər yorğundur. Amma bədbinlik və ümidsizlik ona yaddır. Bütün maneələrə qarşı həyatın caynağından xoşbəxtliyi almağa çalışır və buna çox vaxt nail olur da. Var gücü ilə həyatın yalnız yaxşı tərəflərinə sığınır. Xəyal və gerçəklik arasında özünü itirmir. Həyatın əllərindən möhkəm yapışır. Çünki müvəffəqiyyət yıxılmamaq deyil, yıxıldıqdan sonra dirçəlməkdir. İnsanlara ümid verməyi, özünə əqidə, həyat prinsipi seçən, həyatda daha cəsarətlə, inadkarcasına addımlayan bu xanıma diqqətlə baxın. Nələr keçdi ürəyinizdən? İndi siz qərar verin. Hansımız daha güclüyük?